Salam əziz şagirdlər. Bugünkü mövzumuz canlı orqanizmlərin əsas xüsusiyyətləri. Bu mövzuda biz canlıları cansızlardan fərqləndirən əsas xüsusiyyətlər, çoxalma, qıcıqlanma, böyümə və inkişaf, maddələr və enerji mübadiləsi və hərəkət haqqında danışacağıq. Canlı orqanizmlər, yəni göbələklər, bakteriyalar, bitkilər, heyvanlar aləmini canlısız aləmdən fərqləndirən xüsusiyyətlər. İlk öncə canlıların əksəriyyətinin hüceyrələrdən təşkil olunması və hüceyrənin canlıların ən kiçik quruluş vahidi olmasını yadımızda saxlayaq. Həmin bu hüceyrələr birləşərək toxumaları, toxumalar birləşərək orqanları, orqanlar orqanlar sistemini və bütün bunlar bütöv orqanizmi əmələ gətirir. Canlı orqanizmlərin əsas xüsusiyyətləri böyümə və inkişaf, çoxalma, maddələr və enerji mübadiləsi, hərəkət və qıcıqlanma. İndi isə ayrı-ayrılıqda bu xüsusiyyətlərlə tanış olaq. Çoxalma. Orqanizmlər qocalır, ölür, əvəzinə yeniləri əmələ gəlir. Yeni fərdlərin meydana gəlməsi, yəni orqanizmin özünə oxşar nəsil törətməsi çoxalma sayəsində mümkün olur. Bu çoxalma nəticəsində yaranan fərdlər fərdi inkişaf dövründə, yəni mayalanma halından ölənə qədər dəyişilir. Bu böyümə ilə, yəni bədən ölçülərinin və kütləsinin artması ilə səciyyələnir. Bitkilər ömrü boyu böyüsə də, heyvanların əksəriyyəti müəyyən yaş dövrünə qədər böyüyür. Maddələr mübadiləsi. Orqanizmlərin qidalanması və tənəffüsü hesabına onların bədəninə xarici mühitdən daim müxtəlif maddələr daxil olur. Daxil olan maddələr orqanizm tərəfindən istifadə edilir və sonda parçalanmaya məruz qalır. Nəticədə yaranan və bütün bədən üçün lazımsız olan son parçalanma məhsulları xarici mühitə ifraz olunur. Ətraf mühitdən orqanizmə maddələrin daxil olması və parçalanma məhsullarının bədəndən xaricə çıxarılması maddələr mübadiləsi adlanır. Maddələr mübadiləsi canlının əsas xüsusiyyətlərindən biridir. Canlıların digər bir əlaməti hərəkət sayəsində heyvanlar özlərinə qida tapır və düşməndən xilas olur. Bitkilərdə fəal hərəkət olmasa da onların hərəkəti çox yavaş və hiss olunmaz dərəcədə olur. Bitkilər günəş şüalarını tutmaq üçün yarpaqlarını hərəkət etdirir və gövdələrini işığa çıxarır. Orqanizmlərin ətraf mühitdə baş verən bütün dəyişikliklərə cavab verməsi qıcıqlanma adlanır. Mövzumuz bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.